ənənəvi milli dəyərlərimizə tükürdük cəmiyyət olaraq. Milli mənəvi dəyərlərimizi atdıq arxa plana, ailə sistemimizi atdıq arxa plana, qərbdən götürülmə müasir detallar, psixologlar ancaq o qərbdə, deməli təsəvvür edin ki, psixoloq hər cəmiyyətin öz sosial mənəvi mühitini, onun dəyərləri əsasında yanaşmalıdır. Bunlar oxuduğu kitablar qərb psixologiyasıdır. Qərb cəmiyyətinin onu götürüb bizə tətbiq edirlər. Arkadaş, bunlar fərqli cəmiyyətlərdir, fərqli mədəniyyətlərdir, fərqli sivilizasiyalardır, fərqli şuurlardır. Sən bizim cəmiyyətə fransız dəyərlərini təbliğ edə bilməzsən. Bizim ailə sistemimiz başqadır. Bizim davranışımız başqadır, daha üstündür. Mənəvi dəyərlərdə biz ən üstünük dünyada idik. Sən Avropadan bura texnika, təhsil filan gətirə bilərsən, elm. Yəni gətirdilər bu şeyləri uçdurandan sonra nəticədə nə oldu? Ortalıqda tərbiyəsizlik halları artdı, əxlaqsızlıq halları artdı, cinayət halları artdı, narkomaniyalar, nə hamısını birini sayaq, 1000 dənə. Yəni bunun nəticəsini biz gördük də ortada. O vaxtda da məktəbdəki vəziyyətləri gördük, müəllim-şagird münasibətini gördük, indi də görürük. Müəllimlərin özünün də psixologiyası pozulub. Çünki davamlı şəkildə attestasiya, sertifikasiya, nə bilim, nə ISIA, bəsdirində əl çəkin müəllimlərdən. Sən buna diplom vermirsən, buraxmısan, gündə bunu nə qədər imtahan eləyəsən? Gündə bunun beynini xarab eləyib 50 dənə hesabat, təhlil, jurnal, nə bilim, reyestrini doldurtmağa, üstəlik də ağır proqramla, uşaqların dərs proqramında ağırlaşdırıldığına görə uşaqlar da zombiyə dönür. O boyda sumkanı kitabı daşıya bilmir, 12-13 dənə kitabı. Üstəlik oxuyub beynini xarab olur, çatdıra bilmir. Birinci sinifdən, biz 5-ci sinifdə keçmişik xarici dili, informatikanı. İndi birinci sinifdən Rus sektorunda 3 dənə dil keçilir. Rus sektor dili kimi keçirir, Azərbaycan dövlət dili kimi keçirir, İngilis də xarici dil kimi keçirir. 3 dənə dil birinci sinifdən. Təsəvvür edin, 5-6 yaşlı uşağa və informatika. Bunların başı xarabdır. Biz uşaqları xəstə eləmək istəyirsiniz. Yəni, bu bir tərəfdən uşaqlara psixoloji, psixotron terrordur. Bu bir tərəfdən müəllimlər belə sındırılıb, əziyyətə salınıb, zülmə salınıb, başları ağrıyır. Nə bilim, oradan valideynlər bu təzyiq eləyir. Valideynin burada məsuliyyətinə qədərdir, eləcə müəllim. Elə bundan danışaq. Əsasən biz şagirdi, əvvəldə də bizdə də şagird vardı, müəllim vardı. Valideyn heç ortada yox idi, görünmürdü. İndi ancaq valideyn ortadadır. Valideynlər komitəsi yaradıblar. Valideynlər yığışırlar. Əsas figur valideyndir. Banda ya. Konkret əsas figur valideyndir. Birincisi, uşaqların bütün məktəbdəki əsərləri valideynlərin inikasıdır. Valideynlərin əsəridir, hər şey. Çünki tərbiyəni bunlar verir, müəllim vermir, müəllimə qadağan olur tərbiyə vermək. İkincisi, təhsilə yönəltmədə uşaqların ağır proqramla valideynlərin günahı. Deməli, onsuz da məktəbdə proqram ağırdır, əlavə olaraq bir neçə yerə də uşağı repetitor yanına qoyur. Bu 2 qat zorlamadır uşağı, məhv eləməkdir bu uşağı. Təsəvvür edin ki, bu yaşamağa vaxt tapmır, bu uşaq oynamağa vaxt tapmır, bunun həyatını əlindən alırsan. Günortaya kimi məktəbdə, günortadan sonra gedir hazırlıqlara. Bəziləri 2-sinə, 3-ünə, 4-ünə, 5-inə gedir. Bu yazıq deyil bu uşaq. Bu valideynlər eləyir, bunu müəllim eləmir ki. Zorla, çünki mənim uşağım dahi olmalıdır, hər şey bilmə. Bu uşağı nə idman kursuna qoyur, nə yaradıcılıq kursuna qoyur, nə həyatda oynamağa imkan verir. Uşağın həyatını əlindən alır bu valideyn. Yəni robot yetişdirir də, psixopat yetişdirir, konkret psixopat. Burada böyük, mən müəllimlərdə heç bir günah görmürəm. Ortada 3 dənə tərəf var. Təhsil Nazirliyi sistemi, yəni təhsil sistemi, şagirdlər, müəllimlər, valideynlər. Deməli, bu üçündən yalnız günahsız müəllimlərdir. Müəllimlər tam günahsızdır. Müəllimlər heç bir günah yoxdur. Onlara nə proqram verilib, nə təlimat verilib, məcburlar onu yerinə yetirməyə. Valideynlər bir tərəfdən gözlərini çıxardır, Təhsil Nazirliyi bir tərəfdən gözlərini çıxardır. Bunlar ortada qalıb. Zərbə bunlara dəyir. Uşağın tərbiyəsinə görə də zərbə bunlara dəyər. Uşaq tərbiyəsi eləyir məktəbdə, məktəb direktorunu tuturlar, nə müəllim. Qardaş, bu tərbiyəni verən valideyndir. Bunu nəzarətsiz öz başına psix kimi böyüdüb, göndərib cinayətkar kimi böyüdüb, küçədə nəzarət eləməyib, göndərib məktəbə, o da vurub o bir uşağın başını yarıb. Müəllim nə etməlidir ki? Yəni müəllimlər burada tamamilə günahsızdır, tamamilə. İki tərəfdə günah var. Təhsil Nazirliyində və valideynlərdə.